deməli 11 nəfərik. Belə əsas Aygün burada Afiqdən. Afiq sən təzə qoşulubsan, adım heç tanış deyil. Digər uşaqları tanıyıram. Aha. Nərgiz gəldin, səni gözləyirəm. Mən oradayım. Buradasan mı? Hə. Bax dedik necə elədik, Nərgiz. Əzrə bilir ki, Qaysin müsbət 2 idi, ayağı 3-dür, oldu 6. Burada dedim ki, müəllim bu 2 buna da aiddir. Həm də ki, içindəkinin 8 deyil. Oksigen 8 dənə olur, fosfor 2 dənə sayılır da. Ona görə 2x üstə gəl, -16 eləyib, sıra bərabər. Bəli, eləyiblər. 5 Sonra. müsbət. Bir də uşaqlar testdə bu da sizi çaşdıra bilər. Bir var oksidaşma dərəcəsi, bir də var ionun yükü. Baxın, oksidaşma dərəcəsində Aygül diqqətin burada olsun, müsbət sonra rəqəm qoyur, mənfi sonra rəqəm. Birinci işarə gəlir, sonra rəqəm gəlir. Amma ion yükündə uşaqlar, birinci rəqəm gəlir, sonra yük. Rəqəm gəlib, sonra yük. Bunu qarışdırmırsınız, aydındır. Dərəcədə birinci işarə gəlir, müsbət mənfi işarəsi. Yükdə isə birinci nə gələcək? Ədəd gələcək. Kiminsə səsi açıqdır. Bağlayaq. Bağladım özüm. Aha. Davam edirik. Bəs gəlirik əsas məqama. İon halında olanda, çünki bayaqçılar normal maddələr idi. Normal maddələrə dedik ki, oxşu cəmi sıfıra bərabər elədik. Baxın bu üsulla tapdıq. Bəs ion halında olanda necə yanaşırıq? Aygül hələlik sesi bağlı, mən deyəndə açarsan. Deməli, ion halında olanda tutalım ki, sizə verib NH4, təpəsinə də müsbət 1 yazır. Deyir, azotu tapmaq lazımdır. Deyir, siz ay müəllim, bu müsbəti bir qırağa qoyaq hələlik. Bu müsbət bunun hidrogenli müsbəti deyil, oxşu müsbətidir. Aydındır. Deyirsən ki, Aygün, mən bilirəm ki, hidrogen müsbət 1-dir. Azot amma dəyişkən idi, bilmirəm. Buna bir x yazıram. Onda, uşaqlar, x üstə gəlinsin Nərgiz, müsbət 4. Bərabər eləyəcəksən sıfıra yox ha, çölündəki o 1-ə. Başa düşdün, çölündəkinə bərabər eləmək lazımdır. Yadınızdan çıxarmayın. Bunu bağlayayım. Çölündəkinə bərabər eləyirəm və buradan x-i tapıram, x eləyir, -3 eləmiş olur. Və yaxud da digərinə baxırıq. Bax, bunun çölünə yazan -1, qırağındakı -1-dir. Yenə bayaqçı qaydayla bu olur -8, bu olur x, x də gəl -8, çölündəki -1-ə bərabər eləyim, bu zaman 7 alıram. Yəni, əgər sizə yük veriblərsə, oxşu cəmi sıfıra bərabər eləmirik, ətrafındakı yükə bərabər eləyirik. Yaxşı. Məsələn, bayaqçına bir də qaydıram. Gülay səsinin adı zəhmət olmasa, kalsiyum PO4 idi. Dedik, pasiv ekvivalentli edən PO4-ü nə yazmaq? 3 PO4 2 idi. Bu 3 valentli, buna 3 düşmüşdü. Sonra dedik ki, müəllim, bu 2 bu müsbət 2-nin ikisidir. Bu 3 də nəyin 3-üdür? Bəli, o da 3-dür. İndi mən bunu çünki 3 dənə hidrogen var. Aha. Bayaqçı Nərgizin üsulunu da həll edə bilərdim. Vurduq hamısını sıfıra bərabər elədik. Və yaxud da bax bu hissəni qırağa çıxardıram. Təkcə bu hissəni. Yazıram altdan PO4. Daha ikisini falan tulladım ha. Çünki mən o 2-ni sərf elədim də 3-ü tapmaq üçün. Ətrafına bir -3 yazıram. İndi baxın. Neyniyərik? Oksigen -2-dir. -12 var. -2-dir. İçindəki də x-dir, bilmirəm. Yazaram x üstə gəlinsin. 12-ni haradan çıxartdan Aygülə? -8 bərabər eləyirsən -3-ə. X da bərabər olur. Buradan necə? Müsbət 5-ə. Bayaq da zaten Nərgizlə biz müsbət 5-i tapmışdıq. Aydındır. Eyni şəkildə bax bunları da evdə oxuyanda bir-bir nə edəcəksiniz uşaqlar? Təhlil eləyəcəksiniz. Sonra görək burada nə yazıb. Qoy görüm. Heyif ki, Aytən dərsdə yoxdur. Qoy görüm burada da mı Aytən? Aytənin həmişə yaralı yer idi. Bax, burada toxunacaq bizdə öz dərsimizdə. Yoxdur, müəllim. Hə, keçəndə deyəcəyik. Bax, deyir, nə yazıb uşaqlar? Əksər elementlərin ən yüksək oksidaşma dərəcəsi qrupun nömrəsinə uyğundur. Baxın, istisnalarımız var. Bir dənə bunu deyim ki, azotu bura yazmayıblar. Gülay, bax, azot burada yoxdur. Bilirsən niyə yoxdur? Azot valentli olaraq üst-üstə düşmürdü. 5-ci qrup idi, amma ən çox 4 valentli ola bilirdi. Amma oksidaşma dərəcəsi olaraq azot, məsələn, 5-ci qrup olduğu halda müsbət 5, yəni oksidaşma dərəcəsi göstərə bilər. Ay, sağ ol. Dərəcə olaraq istisna deyil, valentlikdə fonun içindədir. Amma dərəcə olaraq fluor oksigen, bir də dəmir, mis, gümüş və qızıldan başqa əksər elementlərin ən yüksək oksidaşma dərəcəsi qrup nömrəsinə uyğun olur. Yazıb ki, hər hansı bir qeyri-metalın istisnalarımız var təbii ki,
ən kiçik oksijenləşmə dərəcəsi yerləşdiyi qrupun nömrəsindən 8 çıxmaqla müəyyən olunur. Baxın uşaqlar, bax bunlar metallardır. Metallar heç bir zaman elektron almazlar. Bunların işi gücü ancaq Mənfi verməkdir. olmurlar. Bəli, ona görə almırlar deyə mənfi ola bilməzlər. Yadda saxlayaq ki, metalların minimum halı həmişə 0 olur. Bütün metalların minimum halı neçə olacaq? 0. Amma maksimum halı qrupun nömrəsinə uyğun olacaq. Aydındır? Maksimum hal qrupun həmişə nömrəsinə bərabər olur. Keçirəm bu hissəyə, baxırıq alüminiuma. Yenə alüminium metaldır da. Metal olduğuna görə yüksəyi minimumu 0-dır, mənfi ola bilməz. Ən yüksəyi də qrupun nömrəsinə uyğun. Amma dəmir, bax dəmirdən bir də görsən uşaqlara çaşdırırlar. Diqqət burada olsun. Bax dəmirdir, misdir, sinkdir, xromdur, manqandır filan. Hamısı metal deyən minimum halı 0-dır. Metalların minimum halı 0 olur. Maksimum halını məcbursunuz ki, əzbərləyəsiniz. Həm də necə yadda saxlaya bilərik? Gülay. Dəmir bayaq dedik ki, 200 valentli olur. Yəni 3 valentlilik göstərə bilər. Amma nə olsun ki, bu 6B-də yerləşir. Daha demirsən 6 müsbət 6 ola bilər. Yox. Yaxşı? Misin özü, məsələn, ən yüksək müsbət 2 göstərir. Sink müsbət 2, xrom müsbət 6, dəmirdən fərqli olaraq xrom müsbət 6 göstərə bilir. Manqan da, yəni müsbət 7 göstərə bilir. Yaxşı. Bir dənə dəmir görsən, orada istisna olaraq nə dedik? Dedik ki, 6B-də yerləşir, amma ən çox müsbət 2 göstərə bilər. Yaxşı. Onu nəzərdə saxlayın. Amma qeyri-metallarda fidan, qoy görün başqa uşaqlardan kim var burada? Prosta hamı balacadır. Onları çox belə necə deyim, qavramaq problemi ola bilər. Bu mövzuları keçməyiblər. Nə kim var burada? Seycan sən istəyirsən Seycan? Kimsə yazır, rəsm əsəri çəkir burada. Baxaq, yaxşı 10-11-lərdən. Kursa keçirəm. Neçəyə keçirsən? 8-ə. 8-ə. Sən onda bilməyəcəksən bunu. Çünki hələ 8-ci sizdə bir azca məlumat verəcəklər. Yəqin 9-un axırlarına falan öyrədərlər sizə də Seycan. Eləcə qulaq as, qoy anlayış formalaşsın. Baza söz yığın. İngilis dilindən elə bir people sözünü öyrənirsən, sonra sənə lazım olur da cümlə qurmaqda. Elə deyilmi? Yəni ən azından bir neçə dənə söz öyrən, gələcəkdə köməyin olacaq. Karbon, silisium, uşaqlar, fidan 4-cü qrup elementidir. Amma ümumiyyətlə 4-cü qrupdan başlayaraq 4, 5, 6, 7 qeyri-metallar olduğundan əksəriyyəti əsas yarım qrup elementləri onların minimumu tapanda həmişə 8-ə çıxmaq lazımdır qrup nömrəsindən. 4-cü qrupda 8-ə çıxanda necə eləyir? Baxın görün nə yazdıq, nə yazır. 4-dən 8 çıxanda -4. Və yaxud da 5-ci qrupda səsi xışıltılı gəlir, nə edir? Səs xışıltılı gəlir, üçün səsi bağla. 5-ci qrupdursa, dəqiqə mən bağlayayım. Bağladı nədir? 5-ci qrupda 8 çıxıram, -3. 6-cı qrupdursa 8-ə çıxıram, -2. Burada düstur verib özü sizə. 7-ci qrupdursa 8-ə çıxıram, -1. Baxın, minimum halı 8-ə çıxmaqla tapılır. Amma maksimum halı nəyə uyğun gələcək? Yenə qrupun nömrəsinə, hətta azot belə buradan Gülay sizinizi salamlayır ki, mən də buradayam. Dərəcə olaraq istisna deyiləm. Oksigen amma istisnalığını qoruyur. Çünki 6-cı qrup elementidir, amma qrupun nömrəsinə uyğun gəlmir. Sadəcə müsbət 2 ola bilər. Alt-altda yerləşsələr də şükür özünü samballığını qoruyur. Yəni deyək ki, mən qrupumun nömrəsini göstərirəm. Amma oksigen istisna kimi başına ulduz qoyublar. Flor da məsələn 7-ci qrup elementidir. Müsbət 7 göstərməlidir, amma istisna olaraq 0-dır. Amma xlor, brom, yod qrupun nömrəsinə uyğun göstərir. Biraz çətindir. Ona görə 5-ci günə sizə test edilən bir şey vermirəm. O dəfəki qalıq, nə bilim 10 dənə mi qalıb, 20 dənə mi qalıb, nə test var? Növbəti 2-ci gün bununla bir ədəd testlər seçəcəm, elə baxacaq. Yaxşı, 5-ci gün full əzbər soruşacağam. Ən çox da bizim bu il 9-a keçən Aygün daxil olmaqla 10-cu sinifə və 11-ci sinif olan uşaqlara xüsusi əzbər soruşacağam. Digərləri də başından qulağından desələr kifayət eləyəcək. İnanıram ki, Ülvü də biraz cəhd eləyəcək, öyrənəcək. İndi Ülvü səsi aç görək bir yerdə baxaq bunu qızı. Köməkli eləyəcəm. Sən 9-a keçirsən, hə Ülvü? Aha. Deməli, burada nə verib Ülvü? Bu il keçirsən, görüm yadındadırmı? 2s2, 2p4 qrup nömrəsi səncə neçə olar? Qrupun nömrəsi neçə olar səncə? Hansı element olar? 1s2, 2s2, 2p4. Üstlərini yaxşı cəmini də görüm neçə eləyir? Kim idi? Aygül. Aygül neçə olur? Hansı elementdir bu? Mənim oksigendir 8. Əla, A-istal. Və biz oksigen üçün dedik ki, bunun minimum maksimum tapmaq üçün Gedin müəllim, üstlərin cəmi belə deyək də, qrup nömrəsi olaraq 6-dır. 6A qrupudur, ikinci yarım qrup. İkinci dövr 6A yarım qrup elementidir.
İndi deyirsən müəllim, bunun minimumu tapanda 6-dan 8 çıxırsan, qrupun nömrəsindən çıxırsan 8 olur -2. -2. Amma maksimumu istisna idi ha. Bayaq dedim istisnaların içində idi. Görüm yadında qaldı mı? Müsbət 6 ola bilmir. İstisna olaraq sadəcə müsbət 2 ola bilir. Əla, əla. Yəni o da o flör 2 birləşməsində idi zaten. Yaxşımı onu bir dənə göstərim burada sənə. Bax bu hissəyə fikir versən. Aydın birinci səndən bəlkə dərs soruşdum. Yaxşı əzbərlə, yaxşı. Olur müsbət 2. Yaxşı. Aydındır. Yəni onlara fikir vermək lazımdır. Deməli biz onda nə tapdıq? Dedik 6-cı qrup idi. Çıxdıq 8-i, tapdıq -2. Minimum -2-dir. Maksimum isə istisna olduğu üçün müsbət 2-dir. Amma onun yerinə məsələn ülvi 3s2 3p4 versəydi, deyirsən mənim burada istisnalı falan yoxdur. Minimumu yenə 6-dan 8-ə çıxıb -2 götürürdün. Maksimum isə qrupun nömrəsinə uyğun olaraq müsbət 6 götürürdüm. Bu bölməni inansız bizim məsələn Gülay Tanirdə öz şagirdlərimiz var ödənişli dərslərimizdə. Aytən neçə bir ildə hazırlaşır, elə qavraya bilmirdim. Güclə başa salmışam. Yəni biraz ola bilər uşaqdan uşağa fərq var. Məsələn bizim Aygülümüz 8-ci sinifdə amma tez qavrayır. Uşaqdan uşağa fərq var. Ona görə biraz yəni özünüzü həvəsdən salmayın ki, çətindir falan. İllər keçdikcə, o da Aygül öz başına belə olmayıb ki, Aygüllə biz özü bilir də nə qədər əziyyət çəkmişik, nə qədər əzab əziyyətlər nəticəsində öyrənib ortaya çıxartmışıq Aygülü. Yəni əziyyət çəkdikcə, biraz praktika keçdikcə, sinifləriniz irəli getdikcə daha yaxşı qavrayacaqsınız. Yaxşı, bu ilki 7-lər və 8-lər stres keçirməsin ki, qavramadım dərsi. Yaxşı, amma Ülvi sən də 9-dan yaxşı olar ki, gəlin Həsənənlə dərs soruşacağam, əzbərləyəsən bunu. İndi gəl buna baxaq, kimlə oxuyuram? Aygül oxumur, Fidan oxumur, Esra da oxuya bilər, amma kim var başqa görüm? Kimi soruşum? Zəhra Əsənoğlu, sən denən. Bir əmtili baxaq. Zəhra. Əsənoğlu, Zəhra. Aha. Bax, x2 o7 yazıram, Zəhra. Başlarına -2 yazıb. İndi deyir ki, x-in dərəcəsini tap. Deyirsən, müəllim, oksigen -2-dir, hə Zəhra? O verdiyi -2 çölündə gördüyüm -2-dir, hə? Bilmir. Onu qırağa bərabər edəcəm o qiymətə. Amma x-i də bilmirəm. Nə yazaq? Başına bir dənə A-dan falan yazaq. Deyirsən, müəllim, A vur 2 neçə edir Zəhra? 2A. Elə deyil mi? Riyaziyyat bilirik də. -2-ni 7-yə vuran neçə eləyir? -14. 14. Bərabər edirəm çölündəki neçəyə? -2-yə. Buradan da 2A bərabər olur. Neçə edir? 12-yə. A da bərabər olur. Müsbət 6-ya. Yaxşı. 6. Bax, bunu bilmirəm hansı uşağın kitabı idi. Kimsə yazıb burada. Uşağın kitabından alıb PDF eləmişim. Deyir, bunlar həyəcanlana bilmədiyi üçün. Nə deyir? Valentliyi belə olur. Hə. Flör elementi bunu dərsin girişində demişdik. Yəqin müəllimin kimsə kursdan buradadır mı? O qrup yoldaşı olub yazanda uşaq mənim yanıma hazırlığa qoşulur. Evə gəlib də onun kitabından götürmüşdüm. O yəqin kurs müəllimi deyil. O da təzədən qeyd edib bura. Deyir, flör elementi, bax biz dedik ki, həyəcanlana bilmir. Fon, flör, oksigen və azot həyəcanlana bilmir. Ona görə deyir, valentliyi fərqli olur. Yəni normalda bu 7-ci qrup elementidir, amma dedik ki, sadəcə bir valentli ola bilər. Oksigen 6-cı qrup elementidir, amma dedik ki, 2 və 3 valentli ola bilirdi. Azot amma dedik ki, 5-ci qrup elementidir. Valentliyi neçə olurdu? 3 və 4 olurdu. Bir də son sualım Fidana. Fidan, azot valentliyinə görə tutuşmur da qrupu ilə. Amma oksidaşma dərəcəsinə görə tutuşdu, yoxsa yox? Bəli, tutuşdu. Plus 5 ola bilər. Ayza, plus 5 ola bilər. Məsələn, nədir? HNO3 yazıram. Burada oksigen -2-dir, hidrogen müsbət 1-dir. Bunu bilmirəm. Deyirsən 6 dənə mənfi var, bir dənə müsbət varsa, azot burada müsbət 5 olur. Yaxşı, belə. Aha. Gələn dərsdə heç bir test vermirəm, bunları öyrənirsiniz. PDF var, elə həmin PDF-də axırıncı vərəqinə qədər. Başdan, ən çox axırlarını sualca biləcəm, amma belə deyək, başdan da sualları verəcəm. Ən çox axırlarına üstünlük verin. Növbəti ikinci günə testlərini yığaram. Keçən dəfəki testlərlə bir yerdə işləyərik təzədən. Yaxşı, gecəniz xeyir.